Azərbaycanın ən gözəl güşələrindən biri haradır? İsmayıllı. Əziz tamaşaçılar, ona görə də İsmayıllı şəhərinin gəzməli, görməli, istirahət eləməli, yeyib içməli məkanları ilə sizi tanış eləməyə gedirik. Hara gedək? İsmayıllıya. Onda getdi. Normal maşın yox idi, tapa bilmədim. 6 saatda otelə gəlib çata bilməmişik. Elə bir tramvayla gedirik. Ay qız, bu İsmayıllı İvanovka da ən yaxşı nəqliyyat vasitəsi bu Paz avtobusudur. Paz avtobusu. Kopya özünü deyirsən, kopya. Saxla ay şofer, saxla. Bir də ki, belə də ki, sən belə lazımdır. Sən bu avtobusdan gəlməlisən. Bu dəfə özüm birinci düşəcəm. Ayaqla. Daha tez çataram mən bu avtobusdan. Getdim. Dayala, qəmfəyə şalvar alarsan özünə. Belə də gedirsən, mən belə gedəcəm. İsmayıllıya gəldinsə, maraqlı otel axtarırsansa, Magnolia Ivanovkaya gəl. Naxış vurub gül camalına, Basqalın qoynu yaz yay İsmayıllı. Dağlar bir anadır əzəldən sənə, Qartallar yurdusan ay İsmayıllı. Lahıc naxış vurub gül camalına, Basqalın qoynu yaz yay İsmayıllı. Baladağ yenə də xəyala dalıb, Vurğun Tağıstandan ilhamın alıb. Deyirəm ki, bu Magnolia Otel necə gözəl yerdir. Qəşəng istirahət elədim. Baseyndə, günəş havasında qaraldım. Daha nələr. Bir dənə Amil də gəlsəydi görərdi. ay qız, hardasan? Necə hardayam? Mən səni axtarmıram bayaqdandan. Amil elə gözəl yerdir ki bura. Gəl sənə görsədim, gör necə mənzərəli yerlər var. Ay qız, mənə görsənsən, mən bayaqdandan bu Magnolia İvanovkanı gəzirəm, qutara bilmirəm gəzib. Gəl bir yerdə gəzək də. Gəzək. Baxıl deyə, mənsiz gəzib. Bu yerdə mən zəfər çalıb, Səs salıb dağlara, hay İsmayıl. Səs salıb dağlara, hay İsmayıl. Qalın çal quşəncə, tircan sərgəram, Gönüldən sonalar, düzündə ceyran. Deyirəm, yaxşı ki, otel olaraq qalmağa buranı seçdik. Nə gözəl oldu, dincəldim, istirahət elədim. Hələ səhər yeməyini demirsən. O qədər yedim ki, bəlkə axşama kimi yemək yemədim. Onda sən paltarlarını yığ, hazırlaş. Mən də hovuza girib gəlirəm. Kim deyir ki, mən gedirəm? Kim deyir ki, bir gün istirahət olar, hələ buradayam bir 10 günə. Bu olsa pul çatdıra biləcəm mən. Narahat olma, mənim öz pulum var, o 50 qəpiklər var. Hə. Hələ qalıb, onlar qalıb. Yenə sağ olsun mənim 50 qəpikliklərim. Kim deyir ki, sən qalacaqsan? 50-50. 50 qəpiklikləri yığmısan mənim əlimdən. Qoymur. Çay iç. Adını eşitmişdik, özünü görməmişdik. Ona görə də gəldik Qızıl Farel İstirahət Mərkəzinə. Həqiqətən də gözəl bir yerdir, həm də möhtəşəmdir. Hara gedək belişi? Hardadır? Qızıl Farel restoranında. Getdik. Yoxdur bənzərinə, hay İsmayıl. Qalın çal quşəncə, tircan sərgəram, Gönüldən sonalar, düzündə ceyran. Pünhanda olubdur, hüsnünə heyran. Qızıl Farel restoranının üstün cəhətlərindən biri də odur ki, elə nəsə demək istəyirsən, bir də görsən ki, gətiriblər. Xidməti yüksək səviyyədədir. Elə bil adamın ürəyin oxuyurlar. Bax, buranın Antalya'dan nəyi əskiydi? Bax, üç qulağı, ləbləbisi, mürəbbəsi, çayı, başqa şirinyatları, bəh, gölün qabağında çaydan içə-içə istirahət elə də.
Hələ ürəyin istəsə balıq da tuta bilərsən burada. Düzdür Amir, gəl çayımızı içək, gedək katamarana. Gedək. Gəl. Hə, gəl. Çaya bax, çay pürrəngi deyə, pürrəngi. Ləldir, ləl. Kipriklərin oxdur, qaşını kamandır, qaşını kamandır. Ay qızı məndən üz döndərmə, amandır. Ala göz, ala göz, ala göz, ala göz. Deyirəm, həqiqətən də bu İsmayıllıda Qızıl Farel İstirahət Mərkəzi, Qızıl Farel restoranı tamam başqa bir məkandır. Elə nəsə sifariş eləmək istəyirəm, həmən gəlir. Nereye gedirik? Türkiye, Bodrum'a, Antalya. Elə bura oradır da. Həm ucuz, həm keyfiyyətli, qiymətlər çox aşağı. Nə bilim, dincəlirsən, gölünə kimi var, daha nələr istəyirsən var da. Ay sağ ol, birazdan da sənə balıq qonaqlıq verəcəm, gözün işıqlansın. Sən Allah. Hə, Bax, söz verdin ha. gözün qabanda deyil balıqlar. Sən Allah, özümüz tuturuq. Hə, Deyirəm, bəlkə bir dənə də katamaranda bir dənə gəzək. Nə deyirsən? gəzək də, gəzək. O nə deməkdir? Mənlik damısı. Gəl gedək bəlkə. Gedək. Gedək. Amir, yuxuda görürəm ki, Hə. Titanic gəmisindəyik. Ağzı aşağı batırsan, Ya, nə danışırsan ha? Hə. Özdə, mən hələ batan oğlan deyiləm ha. Məni batırmaq istəyənlər çox olub, özləri batıb. Batıraram səni bu suda. Deyirəm ki, sən çörək verən adam deyilsən. Heç olmasa balıqlara çörək verginən. Sən imkan verirsən ki, mən başqa adama çörək verim. Sənə bax mənə çörək vermisən Sən bu yeyib içdiyin nədir? O başqadır. Sənin gözün doyur, qarnın doyur, amma nəfsin doymur. Nəviskar. Onsuz da üzə bilmirsən, bu da gecəsən balıqlarla bir yerdə. Sən öyrədərsən üzməyi. Yiyin, yiyin. Deyirəm, yi də bu farel balıqlarından gör necə gözəldir. Buna bax, ləl deyir, ləl. Deyir, ət, balıq, kəllə, bunlar yeyilir əllə. Dən baxın. Nuj elə ki, zehnin artsın. Yumuşaq. Turşu ilə bizə nə deyir? Özü sümüyü də yoxdur. Qılçığı da yoxdur. Pambıq da elə bir ki. Pambıq deyir, peşmək deyir. Dədə baba qaydasında pişib, özdə bu göldə yetişdirilib. Hələ mən belə balıq heç yerdə yeməmişdim ha. Bu qədər yerə getmişik. Hə. Bu bir başqa aləmdir də. Həqiqətən, yəni mən də dadına baxdım, gördüm necədir. Bax, bax əziz tamaşaçılar, bax pilədir də, bax. Yaxşı deyə deyirəm Amir. Qalmağa da yer var, yeməyi də var. Gəzməli də var. Ayrı kotejdə gəlirsən, Bakıdan uzaq, səs-küydən uzaq, sakin, səliqəli otursan, istirahət edəcəksən. Əladır, balıqları super. Yavaş ya, yavaş, qılçığı gedər. Boğaz. Ehtiyatla. Amil, Hə, getdik yeməyimizi yedik, çayımızı içdik, katamaranda səni gəzdirdim. İndi də gəlmişik hara? Afrem otağımıza. Buranın da səhər yeməyi daxil. Bir günü bilirsən neçəyədir? Əlbəttə bilirəm, 80 manat. Biz gedirik dincəlməyə, sabah zavtırıqda görüşərik. Getdik. Mən yorulmuşam, yuxum da gəlir.
Hara gedirsən get. Ay, qalıram burada. Ay diyan da, diyan. Səni dirildəcəm. Bütün günahlar o bizim sürücü Zahirdədir. Sənin dostundur da. Mənə bax, Hə. nə edirsən elə? Mənə bir dənə kofe tap burada. Ay qız, bu İsmailin ortasında mən sənə hardan tapım kofe? Görüm bura haradır. Düz bütündə Cup and Go kofisi olmalıdır. Kafe Gedək and içə. go. Hadi Ora. Hardan tanışsan az oranı? Gəl gedə göstərəcəm səni, gəl. Göstər. Kömək elə. Dağlar bir anadı ezelden sene, kartallar yurdu sana İsmail'lı. Lağıç nakış vurup gül cemalına, baskanın koynu yaz ya İsmail. Nətərdir? Bu kofi ölünü də dirildərir. Sən onu bilirəm ki, ilimiz 12 ay dilindiriləcək amma özün dirilməyəsən. İç kofeni. Nəşədə, kofe iç. Gör nələr var, gör. Qəşəngdir, görsən pendirdir, içində pendir var. Lap yaxşı, iyi də. Sırnikdir də bu, sırnik. Gördün deyirdim sırnik pendirlə hazırlanıb. Sən hardan bilirsən sırnıq nədir? Bu ay qız mən ilimiz 12 ay əskərdə sırnik yemişəm ancaq. Mənim sağ verdiyim 50 qəpiliklərlə eləmişsən hamısını. Nervləndimə məni. Bunun 50 qəpiyi 1 milyon oldu, xəbərimiz yoxdur. Çıxaq çölə, hələ sənə sürprizim var, maşın almışam. Nə maşın? Deyəcəm sağ. Amil, Hə, bunun dadından ürəyim getdi. özünü möhkəm saxla, özünü möhkəm saxla. Gəl sənə görünə göstərəcəm. Gəl. Gəldimi? Və nətər gedəcəyik? Amil, gəl otur Hə, bu motosikletə. nə qəşəng. Ayağla getməyək. Hə, getməyək. Hazırsan? Hazıram da, sür də. Hə, yaxşı, hazırım. Zarafat edirəm, görmürsən suvenirdi, gözəllik üçün qoyublar. Heç şeydə inandırır. Sən tapdığın motosikletdə özün oxşayar. Əziz tamaşaçılar, hara gedək bugünkü bölümündə gəlmişik İsmailli rayonumuzun təbiətlə müasirliyin qovuşduğu bir yerə, River Forest ailəvi istirahət və əyləncə mərkəzinə. Bu yandan çay axır, bu yandan da təbiət gəl-gəl deyir adam. Bu yandan da gözəl qız. Mən elə İsmaildə belə restoran görməmişdim. Gedək. Gedək, düzgəyə baxmısan? Nə olub mənə? Özündən xəbərim var. Şəfalıdır hər bir çağı, Talistanın alma bağı, Niyal dağı, Baba dağı, bizim güzel İsmaillı, Bol üzümü meyve barı, Elvallahı çalçalar. Həftə sonları məşhurların ifasında canlı musiqi. Həftə içi sakit bir məkanda oturub film izləmək istəyirsənsə, gəl River Forestə. Amil, Hə. ürəkli ol, qorxma, mən buradayam. Mən sana inanıb çıxıram bura. Yalansa. Qalx, qalx, ağzı üstə yıxıl. Ölmürəm belə şeylər üçün. Nə oldu? Az qalxdı. Ədə buna görə qorxurdun? Yox, Hə, nə oldu? əla. Ay Allah, düşən kimi aşağı nə şirləndi. Gəl gedək, gəl. Emrekinin beyaz karı, bizim güzel İsmaillı. O Kafkas'ın talasıdır, o Şirvan'ın balasıdır, Cavanşir kız kalasıdır İsmaillı. O Kafkas'ın talasıdır, o Şirvan'ın balasıdır, Cavanşir kız kalasıdır İsmaillı. Bura gəldin, yeyib içəndən sonra qalmaq haqqında fikirləşmək lazım deyil. Çünki buranın əzəmətli Afraim kotejləri var. Gedək, Gedək. gedək baxaq. Gözlə, birinci xanım. Bu
Hara gedirsən? Bura sənlik deyil, məndir. Aa, sen yukarı de. Mən nağayırım. Qal orada. Sənin yerin elə qapının ağzıdır. Gözüm sür elə səndən ötürü. Bax, gəzdik, əyləndik, atraksiyondan istifadə elədik, arxaya evə baxdıq. İndi də növbə çatdı, adət üzrə buranın yeməyinin dadına baxmaq. Qazmaqlı maçanı River Forest'ə verirlər. Bilirdin? Haqqı. Gəl dadaq baxaq. Gəl dadaq bax. Bu Hansını neydi? istəyirəm onu gərək götürsün. Mən tapmışam, tapmışam. Bəh, 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 bəh. Adamın ağzında əriyir. Bu nə da Yamil? Qardaş, bundan bir 2-3 borç düzəlt, aparacam evə gedəndə. 3 azdı, 4 azdı, 10 pors. Yaxşı. Sən bilmirsən, mən 5-6'sını birdən yeyirəm. Özdə gör bunu ye. Bunun sousu bilsən nə olur? Bal deyil soğusa. Nə qəşəkdir o Yamil, bu nədir? Adam, bilsən necə, cuşa gəlir, adamın təbi gəlir. Adam pəhliz. Mən həm də meyxana deyənəm, təbim gəlir. Allah bizə ömür verdi, sağ olduq. Kim deyir ki, sənətdə sağ olduq. Bugün İsmayıllıya qonaq olduq. Gözəldir hər yanı Azərbaycanın, nanəsi reyhanı Azərbaycanın, nanəsi reyhanı Azərbaycanın. Pis insanların heç təkanı olmaz, onların həyatda həyanı olmaz. Yaxşı oğulların məkanı olmaz, çoxdur qəhrəmanı Azərbaycanın. Gözəldir hər yanı Azərbaycanın, gözəldir hər yanı Azərbaycanın. Əmi səninlə zirvəyə yüksəlmişik, sənin qədrini hər zaman bilmişik. River Forest'a sənin adıva gəlmişik, olar Ərmağan Azərbaycanın. Gözəldir hər yanı Azərbaycanın, gözəldir hər yanı Azərbaycanın, Azərbaycanın. Allah rəhmət eləsin əziz tamaşaçılar, bu qafiyə rəhmətli Nizami Rəmzinin qafiyəsi idi. Əziz izləyicilər, hara gedəyin, bu dəfəki bölümü də İsmayıllıda belə bitdi. Həqiqətən də gözəl bir dolu bir gün oldu. Bizi izləməkdə qalın. Görək bundan sonra hara gedək? Getdik. Gözəldir hər yanı Azərbaycanın, yazıldı dəstanı Azərbaycanın. Gözəldir hər yanı Azərbaycanın, yazıldı dəstanı Azərbaycanın.